İmam Səccad əleyhissalamın təəccübü bundadır ki, bir insan ki, müvəqqəti dünyası üçün çalışır. Bir dünya üçün ki, bunu bilir ki, qoyub gedəcək. Bir dünya üçün ki, onun tutumu buradaki 10 ildən, 20 ildən, 30 ildən, 40 ildən, 50 ildən, 70 ildən, 90 ildən, lap uzağı bir yüz neçə ildən o yana deyil. Və bu dünyanın içində bəhrələnməsi də bunun tutumundadır, bunun miqdarındadır, bunun məhdudəsindədir. Bundan o yana nə yiyə biləcək, nə içə biləcək, nə də özü ilə bir şey apara biləcək. Misal üçün bu hicabı qadağa eləyən məmurlar ki var, bunlar nəhayətən, özdə bu qoca yaşlarında ki, bunların da çoxu düşüblər indi ortalığa bu ilə məşğuldular. Nəhayətən bundan bu yana bir 20 ildə yaşayalar, lab 30 il yaşasınlar. Nə olsun ki, özləri üçün cəhənnəm odu qazanırlar, əbədi cəhənnəm qazanırlar, əbədi od qazanırlar. İmamın təəccübü budur ki, bir adam ki, müvəqqəti dünyası üçün neyi var sərf edir, neyi var çalışır, neyi var edir, neyi var hərcləyir. O insan necə olur ki, əbədi ev üçün çalışmır, əbədi ev üçün çalışmanı tərk edib. Necə olur ki, o insan əbədi evini unudub. Əgər müvəqqəti ev üçün bu qədər çalışırsansa və burada daimi qalmayacaqsan, burada davamlı qalmayacaqsan, bu halda sən necə olur ki, əbədi bir evi tərk eləmisən? Deməli, İmam Səccad əleyhissalamın bununla bağlı bir təəccüblənməsi var ki, bir insan yaşayır və onun 2 evi olacaq. Bir, buradaki evi var, bu dünyadır, müvəqqətidir və keçicidir. Və bilir ki, buradan gedəcək. Və bir dənə də əbədi evi var. O əbədi ev ola bilər cənnət ola bilər cəhənnəm ola. Üçüncüsü yoxdur. Ya cənnətdir, ya cəhənnəmdir. Ya Allahın mərhəməti olan bir yerdir, ya ilahi cəza olan bir yerdir. Üçüncü bir yer yoxdur. Özü əbədi bir yerdir. İmam Səccad əleyhissalamın bir təəccübü budur ki, bir insan necə olur bu müvəqqəti üçün çalışa, bu müvəqqəti üçün səy göstərə, amma o əbədisi üçün çalışmaya, yaddan çıxarda, tərkliyə. Və biz bunun fərqinə varsa xoş olsun halımıza. Əgər fərqinə varsaq ki, bura müvəqqətidir, ötəridir, keçicidir, nəhayətən bir neçə 10 ilə insan bura ilə sağollaşır və bu müvəqqətidir, keçicidir və bundan sonra əbədi bir yer var. Burada necəsənsə, orada da o cür davamlı onun nəticəsini alacaqsan. İnsan o zaman, əgər bunun fərqində olsa, əbədi evi üçün, əbədi yeri üçün çalışar. Heç olmasa bu cür olsaydı ki, yarısını burada yaşayır, yarısını orada yaşayır, başa düşülərdi, o cürdür. Çox az bir hissəsini, cüzi bir hissəsini burada yaşayır. Əbədi bir hissəsini oradadır. Çox miqyas baxımından, müqayisə baxımından çox az bir zərrə bir hissəsi də dörək. Buradadır, amma əbədi bir hissəsi əbədi bir yerdədir. Və indi insan bunun başa düşə, fərqində ola, həyatı dəyişər. Bunun fərqində olmasa, yaddan çıxardar. İmam bizə deyir ki, ayıq olun. İmam bizə deyir ki, fərqində olun. İmam bizə deyir ki, təəccüblü olar adam bu cür yaşaya. İndi biz Allah'tan tevfikat istiyoruz, bunun fərqində olaq, şəxsi həyatımızı buna uyğun quraq.
Buna uyğun quraq. Baxaq görək bizim o 24 saatimiz ki var. O bir həftəmiz ki var, o bir ayımız ki var, o bir ilimiz ki var. O bir ili biz necə keçirdirik? O bir günümüzün 24 saatimizin neçə faizi bura bağlıdır, neçə faizi ora bağlıdır? Bir ilimizin neçə faizi bura bağlıdır, neçə faizi əbədi dünyamız üçündür? Eğer bunun fərqində olmaya və çalışmalarımız bura və əbədi yerə uyğunlaşmaya mənasız yaşamış olmuş olarıq. Təəccüblü görsənmiş olarıq. Təəccüblənməyə səbəb olmuş olarıq. Hər şeyimiz o cür. Şəxsi həyatımız o cür, aile həyatımız o cür, ictimai həyatımız o cür, iqtisadi həyat. Həyatın bütün səhnələri o cür. Və əgər bunun fərqində olsaq, xoş olar halımıza. Onda bu gecəni fəsad eləmədə, xurafələrə baş qoşmada, mənasız yerə israf eləmədə, haramla müşahidə olunan tədbirlər, mərasimlər, nelər eləmədə yox, Allaha bəndəliklə adam keçirdər. Hüseyin əzadarı kimi keçirdər. Allaha bəndə olaraq keçirdər. Bu çox mühüm məsələdir ki, insan fərqinə varar. Yaddan çıxartsa əbədi dünyasını, burada elə başını qatar, bir oyuncağa çevrilər. Oyuncaq olar. Oyuncaq olar insan. Toplum necə olar, o da o cür olar. Toplum nəyə gülər, o da ona gülər. Toplum nəyə şənlənər, o da ona şənlənər. Toplum nə yeyər, o da ondan yeyər. Toplum nə içər, o da ondan içər. Toplum nələr edər, o da onu eləyər. Onlar toplum kimi və toplumda qərar dövrü həmişə yaxşı halda olsun. Tarixdə qəribə toplumlar da olur. Allah insana ağıl verib, düşüncə verib, iradə verib. Özü qurmalı həyatını, özü müəyyənləşdirməli həyatını. Və əgər özü müəyyənləşdirsə, iradə əsasında müəyyənləşdirsə, onda baxar görər bura müvəqqəti yerdir, əbədi həyatı qarşıdadır, buna uyğun da həyatını tənzimləyər.